Herkese salam dostlar. Yepyeni Free Fire videomuzda da qarşınızdayıq. Kanalıma xoş gəlmisiniz. Videonun başlanğıcından da görmüş olduğunuz kimi bu dəfəki videomuz elmas xərcləmədir. Videoya başlamazdan öncə kanala abunə olmağı və videolara like atmağı unutmayın. Əgər bu videoya 100 like gəlsə, almaz xərcləmə serisinin davamı gələcək. Hazırsınızsa gəlin başlayaq. Əvvəla şans çarxındakı etkinliklərə göz gəzdirdikdə dostlar. Burada qanunsuzların gəlmiş olduğunu görürük. Amma mən eyni zamanda görmüş olduğunuz baxın bu Evo otomatını almaq istəyirəm. Ən az bir Evoda çıxarmaq istəyirəm deyə elmasları bölüşdürmüşəm. Görmüş olduğunuz kimi hal-hazırda hesabda 3670 almaz var və 3670-in 1500-ünü Evoya xərcləyəcəm. Geri qalanını isə qanunsuz üçün istifadə edəcəm. Bu arada dostlar, bu tip videoların tez-tez gəlməsini istəyirsinizsə, görmüş olduğunuz ID vasitəsilə mənə almaz göndərərək videoların gəlməsini tezləşdirə bilərsiniz. Hətta TikTokdakı dəstəkçilərimiz sağ olsun mənə bu barədə dəstək olurlar. Görmüş olduğunuz kimi buradakı həftəliyi onlar göndərirlər. Buradan da onlara təşəkkürlərimi bildirirəm. Allah min əvəzin versin deyirəm və çarxımıza keçirəm. Başlayaq dostlar qanunsuzlardan. Burada ən az bir ədəd qanunsuz almalıyam. Gəlin indi o məşhur Astro totemini işlədərək qanunsuz çıxarmağa çalışaq. Əvvəla mənim totemim dostlar baxın budur. Tamamilə bot kuşanırıq. Bot kimi kuşanırıq. Və buradan əmbəlləyi 3 dəfə təmizləyirik. Sonra isə oyundan tamamilə çıxıb yenidən daxil oluruq. Oyuna daxil olan kimi o dəqiqə otomata keçib çarxımızı çeviririk dostlar. Gecikmək olmaz. 3, 2, 1. İnşallah çıxar. Yox, nəsə düz getmir. Bir dənə təkli. Bir dənə də təkli. Bir dənə də təkli. Bir dənə də beşli. Bir dənə də beşli. Yox, belə gelmir. Bu arada bunların jetonları çox bahadır. Bir dənə normalı budur, 400-dür. Bəlkə bunu ala bilərik. Zaten mənim sarı qanunsuzdan xoşum gəlir. Amma inanmıram ki, mənim almazım buna çatsın. Çünki bayaqdan da çeviririk 56 jetonda erişib qalıb. Təəssüflər olsun ki, totem eləməyə başlayaq. Ay sənin. Niyə yerə? Qapqara ilə həmişə soxuş gəlir. Bunun ilə pis şansımızı ataq məncə. Ondan sonra təzədən qaydaq bura. Yox kişi, yox, çıxmır. Son 500 almaza da çıxmasa pis yox. Bu qədər, başqa ödəbiləcəyimiz bir şey yoxdur.
Ne oldu ya kişi? Belə şey olur. Çox kazık etkinlik ya bu arada dostlar. Almağınızı məsləhət görürəm, elmaslarını bütün sümürdü. Bilirdim belə olacağını, Qarina. Hətta atda nə oldu ki? Yox, neysə, başım bıraxaq. Son 1500 almazımız var dostlar. Məncə onu, baxın bu ev otomatına xərcləyək. Məncə də elə ev otomatı daha yaxşıdır qanunsuzdansa. Çünki qanunsuz biraz bizə baha başa gəldi. Görək burada nə etkinliklər var. Buna mı basaq? Bu formalar qəşəng ya, pis deyil. Sadəcə bu istəyirəm bu evrensel parçacığı yığım. Gəlin, yaxşısı budur, ev otomatı ilə davam edək dostlar. Mevzu tapma, bizdə mevzu tapma. Prozanı istəmirəm. Ya Allah, ya Allah. Hər sənə. Keçən dəfəki almaq kazanımız bundan daha məqsədən idi. Ya Allah, geçdik. Göstər görən marifətliyim. Servisi çox az gələn bir şeydir. Ahıs olmasa birini at da, ne onunla birini atan da, ay səninlə Qarina, ay səninlə Qarina. Çox, həqiqətən. Ya Allah. Sən də pis sevinmə. Mevzu tapsam bu videonun yerində də bağlayıram dostum. Əgər mevzu tapsa, bax sonunu sevin, əgər mevzu tapsa yerində də videonu bağlayıram. Allah, bax XM8 ən çox sevdiyim ev o. Həqiqətən dəydi. Həqiqətən dəydi. Allah, bax sevdiyim ev odur XM8. Hesabda 6-cı ev odur bu arada dostlar. Bundan belə qərara gəldim ki, yaxşısı budur ki, mən ancaq ev otomatlarına varam, evolarının sayını artırım. Çünki bu qanunsuz boş şey həqiqətən məni rasxoda saldı. Gəlin bir dənə də çevirək. Ya Allah. Onluqda, ən azından onluqda sonuncu çevirməmi heç olmasa boşa saymadı. Amma yenə də deyirəm, heç olmasa bunu dostlar çevirməyimiz üçün ən az heç olmasa 5000 almazınız olmalıdır. Almazınız 5000-dən aşağıdırsa heç çevirməyin. Yəni heç belə deyək də, əziyyət də çəkməyin. Başqa otomatları çevirin. Baxın, mən sizin üçün eksperiment apardım. Özünüzdə gördünüz. Əgər Tembolidə hesabınızın bəxtliyi yoxdursa, heç çevirməyə dəyməz. Sağ olun, salamat qalın. Videoya like atıb kanala abunə olmağı unutmayın dostlar. Dediyim kimi bu videoya əgər 100 like gəlsə, bu serinin davamını çəkəcəm.